أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم قل إن كنتم تحبون الله فاتبعوني يحببكم الله ويغفر لكم والله غفور رحيم صدق الله العلي العظيم. Allah bendeleri, sizlerin her birinizi Allah'ın evinde Allah'ın salamıyla salamlayıram. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu. Ve Allah Teala'dan acizane arzum budur ki Perverdigar-ı Alem bizim bugünkü cümə günümüzde ibadet ve itaatimizi âli derecede kabul eylesin. Allah'ım bugüne kadar əza ki saxlayırıq ya Rabbim Allah. Bizim əzamızın biri ki sənə layiq değil, o naqis olan əzadarlığımızı bizden kabul eyle. Allah Teala hak yolunda cərgələrimizi daha da çox qərar verginə. İlahi Pərverdigar-ı Aləm hər zamanın özünə görə çətinliklər olub, bu vaxtda da çətinliklər var. Ya Rabbim Allah, o çətinlikləri hər birimiz üçün asan qərar verginə. İlahi Əhl-i Beyt qapısında xidmət göstərməkdə, istər oturmaqla, istər qulaq asmaqla, hər bir vasitə ilə, kimlər ki ürəklə, qəlblə, Allah eşqi ilə bu məclislərdə iştirak edirlər ilahi. Onların sayın bir gün bə gün artır günən. İlahi bizi azmışlardan qərar vermə. Muhammed və Ali Muhammed salavat zikr eləyək. Əziz mümin qardaşlar, cümə günü mübarək bir gün qismət olub sizlərlə bərabər Allahın evində, Əhl-i Beytin qapısında nəfəs alırıq. Nə xoş sizin və bizim halımıza ki, bu nəfəsi biz Allah evində ala bilirik. Həm də ki, əza, Peyğəmbər və övladı Peyğəmbər, nənəmiz xanım Fatimə Zəhranın balalarının ən çətin, ən məzlum olan günləridir. Yəni, zülmə düçar olan günləridir ki, ağır günlərdir. Həqiqətən, bütün müsəlman aləminin, dövrün müsəlmanlarının özlərinə müsəlman deyənlərin gözü qarşısında belə bir böyük bir fəlakət baş verir İslam adına, amma ibadət və itaətdə olan, namaz qılan, həcci ziyarət edən, haqq haqqında danışan insanlar, Peyğəmbər sahabələri belə susurlar. Haqqın məhv olmasını, həqiqətin məhv olmasını, həqiqətə qarşı üsyan olunmasını və Qur'an-ı Kərimin o mütəşabih ayələrindən əllərində bir qüvvə kimi tuturlar, avam insanları və yaxud da ki, ibadət etdiyinin fərqini varmadan və yaxud da ibadətinin ləzzətini almadan və yaxud da ibadət edib, amma dünyasını yaddan çıxartmayan insanlar o zaman fikri olaraq tənəzzülə uğrayırlar və onların gözünün qabağında onları da özlərinin o çirkin əməllərinə şərik qoşaraq haqqın əleyhinə öz zülümlərini davam edirlər insanların gözü qabağında. Biz müsəlmanlar olaraq gün ərzində 5 vədə namaz qılırıq. Bəzən də insan fikirləşər ki, bu 5 vədə namazın bu qədər gün ərzində təkrarlanmasının səbəbi. Baxın, bir misal çəkək dünyada. Dünyada insan həyətdə yaşayırsa, kənddə yaşayırsa, o insana quyu qazmaq lazım olur, ehtiyaclı olur ki, insan quyu qazsın və onun suyundan istifadə edəsin. Texnologiya nə qədər inkişaf etməyindən asılı olmayaraq bir quyunu əgər 100 metrədirsə, 50 metrədirsə, hər nə qədərdirsə, onu bir anda, bir saatda qazmaq belə mümkün olmur. Niyə? Ola bilər ki, 5 metrədən, 10 metrədən sonra elə bir suxura və yaxud da qayaya rast gələcəksən ki, günləri orada itirə bilərsən və ondan sonra nəticəyə çatmaq üçün sənin vaxtın o qədər davamlı sürətdə gedir. İnsan da, müsəlman da namaz qılıb və ibadət edir. İbadətinin illərlə ibadət və itaətdə olması, hər zaman da sübh namazı, zöhr namazı, əsr namazı, işa namazı, xiftən namazı qılır. Allahu Ekber. Əgər bu yaş üstünə yaş gəldikcə, insanın saqqalı ağardıqca, saçı töküldükcə, insan qıldığı namazın həqiqətini tapmırsa,
və yaxud da tapa bilmirsə və yaxud da qıldığı orucun, tutduğu orucun hər il ona qismət olur, illərdir, artıq 50 ildir, 60 ildir, 70 ildir insan orucun və namazın qılır. Quran nə buyurur? Deyir, oruç tutun, bəlkə nə olarsınız? Təqvalı olasınız, düzdür? Deyir, bəlkə təqvalı olasınız. Namaz qılın, bəlkə təqvanı tapasınız. Bu bəlkənidir. Yəni, ona çatmaq üçün insanın bir yəqini ehtiyacı var. Amma Ali İmran surəsinin 31-ci ayəsində bir qədər insan təfəkkür etsə, Allah insandan nə istəyir? Bir istər elmlə olsun, istər dini irfanla olsun, istər məntiqlə yanaşasan, görürsən ki, Allah Teala Qur'anında buyurur, mənim bəndəm, abdi, mənim bəndəm deyir, namaz qıl, oruç tut, bəlkə nə eləyəsən? Təqvalı olasan, elə. Amma 31-ci ayədə buyurur ki, qul in kuntum tuhibbunallah fəttəbi'uni yuhibbukumullah və yaghfir lakum vallahu gafurur rahim. Əgər siz təqvalı olmaq istəyirsinizsə, mənə və mənim göndərdiyim peyğəmbərə itaatdə olun, təqvalı odur. Yəni mütləq yolu göstərir sənə. Azma, mənə və mənim peyğəmbərimə itaət et. Əgər istəyirsənsə, məni sevirsənsə, mənə və mənim peyğəmbərimə itaətdə ol, təqva bu deməkdir. Day demir, bəlkə təqvalı olasan. Yəqin təqva odur. Nədə? Allah və onun Rəsulun, Peyğəmbərin, Muhammed əl-Mustafa. Allahümme salli ala Muhammed və ali Muhammed. Tabi olmaq, tabi, itaət etmək. Allaha və onun Rəsuluna itaət etmək. Allah Teala Qur'anda nə buyurursa ona itaət və mənim göndərdiyim Rəsul, Peyğəmbərə nə göndərmişəm, onun dilindən nə çıxırsa itaətin lazımdır. İllər boyu əgər namaz qılmısan, illər boyu oruç tutmusan, bununla təqvaya çatmadınsa, dayı nə oldu ki, niyə namaz qılırıq? Bəlkə, o bəlkəni qəlb evi ilə hidayətin çırağını tapmaq lazımdır. Qur'ana, Allaha, Qur'ana onun Peyğəmbərini tapmaq lazımdır. Və ibadətimizin ki, hər zaman namaz əsnasında deyir ki, Allahu Ekber, Allahu Ekber deyəndə Rəbbimizin o əzəmətin anlamaq lazımdır. İnsan titrəməlidir. Hələ boşuna namaz aldım, deyim, Allahu Ekber, başlarım, qulhu Allah'a. Yox, o cür deyil. O cür namaz qılmaq boş şeydir. O cür təfəkkür etmədən, arifane bir insan kimi Qur'anı qabağa qoyub onu anlamadan, Allah'ın istədiyi bəndəsindən, səndən, məndən istədiyi nədir? Axı deyir ki, insan, sən müvəqqəti bu dünyada varsan, ondan sonra əbədi bir dünya var. O da ikidir, düzdür, cənnət və cəhənnəm, hə? Və Allah Teala istəyir ki, siz bəndələr, namaz qılanlar, oruç tutanlar cəhənnəmə getməsinlər. Cənnəti istəyir bizim üçün, ha? Elə cənnət üstündə nə deyir? Deyir, in kuntum tuhibbunallah. Əgər siz iqrar edirsiniz ki, Allah'ı sevirsiniz, fəttəbi'uni, Peyğəmbər buyurur, tabi ol mənə, yuhibbukumullah. Allah sizi istəyəcək o zaman. İtaətim mənə olsun. Həmən Peyğəmbər əleyhissalatu vəssalamın balalarıdır İmam Hüseyin əleyhissalam. Kərbəlada müsəlmanlar qıldılar. Müsəlman, namaz qılan, Kəbəyə gedən, gecə namazı qılan, 30 min qoşun, İslamın səhvi, yəni Peyğəmbər əleyhissalatu vəssalamdan sonra İslamı daşıyan insanlar ki var ki özlərinə, Peyğəmbər əleyhissalamdan sonra elə bir ki o insanların etiqadında olan o zəifliyin biruzəsi əmələ gəldi ki, Peyğəmbərdən sonra bir müddət keçəndən sonra Muaviyyə lənətullahı vali təyin etdilər. Ən böyük səhv oldu. Ən böyük səhv Muaviyyə lənətullahı nə inədilər? Vali təyin edilər. Çünki onun atası nə idi? Əbu Süfyan idi. Anası kim idi? Hind idi. Ondan törənən bir insan Muaviyyə idi. Var İslam ki Allahu Ekber dedim, bir var dildə mən deyim, qəlbdə yoxdur.
Nəyəsə görə deyirəm ki, Allahu Ekber. Kiməsə görə deyirəmsə Allahu Ekber. Bir var mən dildə deyirəm Allahu Ekber, ağlımla onu mən dərk edirəm, qəlb evində də Allah üçün bir yer açıram ki, ilahi sən mənim bu qəlbimə gir. O fərqlidir əzizlərim. Bunu seçmək lazımdır. İmam Hüseyin məclisinin məhz mahiyyəti, onun fəlsəfəsi, çünki bu məclis nurani bir məclisdir. İrfan məclisidir, Qur'an məclisidir. Qur'an öyrənmək üçün biz yığışmışıq. Cümə günüdür, mübarək bir gündür. Milyonlarla insan, Allahu Ekber bu qəlbdə yoxdur Allah. Milyonlarla insan, Allahu Ekber, bəs namaz qılır, yoxdur. Amma insan tədəbbür etsə, təfəkkür etsə, ağlı ilə Allahu Ekber dedim, qəlb evimdə, ruhumla belə Allahımı tanıdımsa, o insana zaval yoxdur, o insan çıxmaz hədəqədən. O insan heç zaman hədəqədən çıxmaz. Qiyamət günündə o insanın hədiyyəsi var. Allah tərəfindən və Peyğəmbərləri tərəfindən, Allahın mələkləri tərəfindən. O insanlar bəyənilmiş bir insanlardır, əzizlərim. Muhammed və Ali Muhammed salavat zikr edin. Ali İmran 32. ayə. Qul atiullah və rasulə fə in təvəllə fə innallaha la yuhibbul kafirun. Deyir, de, Allaha və onun Peyğəmbərinə itaat edin. Deyir, Peyğəmbər, de, Allah Teala buyurur, qul atiullaha və rasulə fə in təvəllə fə innallaha la yuhibbul kafirun. Deyir, Allah, de, ya Peyğəmbər. Burada lap tamam açıqlayır bizim üçün. Deyir ki, Allah və onun Peyğəmbərinə itaat edin, de, Peyğəmbər. Allah Teala buyurur, beləliklə, əgər deyir, arxa çevirsələr, onda bilsinlər ki, həqiqətən Allah kafirləri sevmir. Deməli, Allah və Peyğəmbərinin itaəti nədir bizim üçün? Vacibdir. Əgər biz Allah və onun Peyğəmbərinin itaətində olmasaq, biz hansı sinifdən oluruq? Kafirlər. Zamanında da ta bu vaxta qədər, əgər o cür insanlar varsa, bundan sonra da qiyamətə qədər o cür insanlar itaətdə olmazlarsa, Allah Teala'nın buyurduğu Qur'an-ı Kərimin ayəsinə görə Ali İmran 32 kafir qismindədir. Allah Teala bizim hər birimizi elə adamlardan, elə tayfalardan, o cərgədən uzaq qərar versin. Baxın, keçirəm dövrün ən əsas tələbinə. Bir zaman gəldi ki, insanlar o zamanda nadanlığının və yaxud da həqiqətin dünyaya bağlılığının göz pərdəsini üstündən örtdüyünə səbəbindən neynədilər? Misal çəkir Allah Müteal Zuhruf surəsinin 57-ci ayəsində. Buyurur bu cür. Buyurur ki, وَلَمَّا زُرِبَ ابْنُ مَرْيَمَ مَسَلًا إِذَا قَوْمُكَ مِنْهُ يَسُدُّونَ. Deyir, elə ki, deyir, Məryəm oğlu İsa məsəl çəkildi, sənin qövmün dərhal ona görə səslərini ucaltdılar. Elə ki, deyir, Allah, Peyğəmbər deyir, Məryəm oğlunu misal çəkdi, biz sənin o naşükür olan qövmün neynədi? Başladılar nə etməyə? Səslərini çıxartmağa, yüksəltməyə, danışmağa. Dildə ki, nə fərqi var? Sonrasının ayəsinin sonrası var. Zuhruf 58-də və qalu, o insanlar, yəni küfürdə olan insanlar bu cür deyirlər. Əalihətuna xeyrun amhuvə ma zarabuhu ləkə illə cədələn bəlhum qavmun xəsimun. Buyurur, onlar dedilər, deyir, yəni kafirlər dedilər, bütpərəstlər dedilər, əllərində özlərindən düzəltdiyi bütpərəstlər bu cür dedilər, deyir. Elə bil ki, əllərinə imkan düşdü, ya Peyğəmbər, elə ki sən Məryəm oğlu İsa'nı onlara misal çəkəndən sonra deyirlər, nə fərqi var ki, Peyğəmbər İsa oğlu Məryəmi də Allah tanır, halbuki Peyğəmbərə böhtan atmış oldular və bizim əlimizdə də bu bütlər var. Quydu ki, qalu və qalu əilahətuna xeyrun əmhu və ma zarabuhu ləkə illə cədələ bəlhum qavmun xəsimun. Onlar dedilər, bizim tanrılarımız yaxşıdır, əllərində olan büt. O İsa aleyhissalam, yəni onlar bunu sənə yalnız səninlə mübahisə etmək, sənə boğaz olmaq xatirinə dedilər. Əslində onlar inatkar və davakar bir dəstə idilər, deyir.
Sonra buyurur ki in huve illa abdun en'amna aleyhi ve cealnahu meselen li beni İsrail'e. Ya o Meryem oğlu İsa ancak nimet, peygamberlik verdiğimiz ve İsrail oğullarına ibret dersi verdiğimiz bir bendedir peygamber. İnsanlar o zamanda Hazreti İmam Hüseyin'in dövründe de bu cür istifade ettiler. Görün ha, peygamberin dövründe Hazreti Peygamber aleyhisselam, İsa aleyhisselamla deyir, bütperestler deyir ki ne farkı var deyir. Kur'an ayesidir. Ya deyir ki benim bu bütüm de İsa ile aynı formada değil mi? Yahudiler deyir Üzeyir'i, Hristiyanlar İsa'nı ve Medinliler deyir melekleri deyir, onlar Allah'ın yanında olanlar ve Allah demediler mi? Ama Allah Teala buyurur ki ya peygamber sen İsa'nı Allah'ın hak olan peygamberi dedin. Bu cür o müteşabih ayelerle insanın başını, yani o zaman ibadet eleyen insanların aldadarak İmam Hüseyin'e taraf, hak olana taraf, hakkın eksine olarak istifade edip bu şeylerden ve onu vurmak için, onu mahvetmek için, hakkı söndürmek için elinden geleni esirgemediler. Zuhruf 60. وَلَوْ نَشَاءُ لَجَعَلْنَا مِنْكُمْ مَلَائِكَةً فِي الْأَرْضِ يَخْلُفُونَ. Eğer isteseydik deyir, yeryüzünde sizin əvəzinizə melekler yaradardık. Eğer biz isteseydik ey insanlar, biz yeryüzünde sizin əvəzinizə melekler yaradardık, onlar deyir bize ibadet eləyərdiler deyir. Bizim istediğimiz olsaydı, siz ki bu kadar iddialısınız ve peygamberin aleyhine danışırsınız, eksine danışırsınız, böhtan danışırsınız onun üzerine, isteseydi sizin əvəzinizə biz yeryüzünde melek yaradardık ve onlar bize ibadet eləyərdiler. Bu cür. Ha? Sonra buyurur ki ve innehu ilmun lis-saati fela temtarun biha vettebi'uni hâzâ sıratun müstakim. Buyurur hakikaten o kıyamet ilmi için bir nişanedir. Buna göre de o hemin güne şüphe etmeyin ve mənə tabi olun. Məqsəd mənə tabi olun. Peygamber aleyhissalatu vesselam deyir ki mənə tabi olun. İtaatiniz mənə olsun. Doğru yol budur. İndi diğer göre doğru yola gelen var mı? Veyahut da ki o dövrde insanlar doğru yola gitmek istediler mi? Ki Allah'ın hak olan peygamber ve onun ailesini korusunlar, o bedhak insanlardan korusunlar. Zuhruf 62'de buyuruyor ve la yesudunnakumul şeytanu innehu lekum aduvvun mubin. Mebade şeytan sizi tevhid ve din yolundan saklasın. Doğrudan da o sizin aşikar düşmeninizdir. Deyir məbadə və la yəsidunnəkumu şeytana innehu lekum aduvvun mubin. Məbadə şeytana itaat edin. Yəni şeytan tipində olan insanların sözlərinə də deyir itaatdə olmayın. Həqiqətən də o sizin açıq-aşkar nəyinizdir? Düşməninizdir. Yəni itaati şeytana eləməyin. Şeytan sifətində olan insanlara eləməyin. Şeytan yolu ilə addımlayan insanlara getməyin. Özü zahirən İslam olub amma bütün əməlləri şeytan kimi hərəkətdə olan insanlara baxmayın ki onların imkanı və varı və dövləti var. Aldanmayın onun var və dövlətinə. Baxmayın onlar gözəl danışırlar. Aldanmayın bunlara. Həqiqəti tapın və həqiqətin yanında olun. Biraz təfəkkür edin. Onun nəticəsində inşallah siz o xalis olan bəndələrdən ola bilərsiniz. Əgər o cür təfəkkür etməsəz sizin hər biriniz zamanında gör nə qədər İslam zəiflədi ki birinci Peygamber aleyhissalatu vesselam'dan sonra onun en güzel bütün insanlara beyan ettiği hanım Fatıma Zehra cennet hanımlarının seyyidesidir. Ona birinci ziyandaydı. Ondan sonra Emir el-Müminin Ali aleyhisselama. Ne zaman? O zaman ki her bir şey öz hədəqəsindən çıkmıştır. Gözümde tikan, boğazında sümük olarak yaşayıp Emir el-Müminin. Bu cür deyip gözümde tikan, boğazımda sümək olaraq mən deyir bu cür yaşadım deyir. Bu cür oldu mənim halım deyir. İnsanlar o zaman Emir el-Müminə qarşı və onun nəticəsi idi ki İslam nə qədər gör zəiflədi ki və bütün insanların içərisində İslamın belə deyək də düşmənlərə tərəf meyillənməsi, İslamda olan insanların düşmənə tərəf meyillənməsinin nəticəsində İslam adına Əyyaş Yezid lənətullah mümin Emir el-Müminin təyin olunur. Əyyaş Yezid lənətullah xəlifətü müminin. Bu necə olur?
İslamda olan, gecə və gündüz, dünyasını namaz qılan, ibadət edən, ona görə sözümün əvvəlində buyurdum ki, itaətin yerini bilməlisən ki, Allaha və onun Peyğəmbərinə itaat edəsən. Hər kəs ki, doğrudan da əqlən, ruhən, qəlbən Allah və onun Peyğəmbərinə itaətdə olsa, heç zaman o tərəfdə olmaz, gözlərini yummaz. O adamlar ki, itaətdən çıxırlar, o insanlar ki, dünya, yəni namaz qılır, amma dünya var ikən. Yəni, əgər ibadəti varsa, tamamən hər bir şeyini Allah üçün etməkdə deyil, iqtidarında deyil. Niyə? Çünki özünü bu dünyaya bağlayıb, hər şeyin bu dünyada olduğunu hiss edib deyib, mən öz o yaxşı əməllərini dünyaya satır onlardır. Dünyada satandan sonra da olur kimin dəstəsində? Allahın dəstəsində olmur, əfsuslar olsun. Olur şeytanın dəstəsində. Baxmayaraq namaz qılır, Allahu Ekber. Baxmayaraq ki, oruç tutur. Baxmayaraq ki, Kəbə evini təvaf edir. Fərq etməz. Hər bir yaşda olsun. Fərq ondadır ki, həqiqəti biləsən, təfəkkür edəsən, anlayasan ki, sənin məqamın hardadır. Yəni, sənin yerin hardadır, sən nə etməlisən, sənin borcun nədir, müsəlman. Əgər doğrudan da müsəlmanamsa, müsəlman zəlalətə düşməmək üçün bu dünyaya satılmamalıdır. Hər nə qədər dünyanı dinimizə qurban versək, bir o qədər də zəlalətə tərəf tez addımlamış oluruq. Allahın adı və cəlal və izzəti xatirinə bizləri o sağlam olan insanlardan, salih olan insanlardan və ələl-xüsus da əzasına yığışdığımız İmam Hüseyin əleyhissalamın zəvvarlarından, onun ardıca gedənlərindən qərar versin inşallah. Muhammed və Ali Muhammed salavatı kitabı. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve ma kuntum testatirun en yeşhede aleykum sam'ukum ve la absarukum ve la culudukum velakin zanantum ennallaha la ya'lemu kesiren mimma ta'malun. Sadaqallahul aliyyul azim. Vaxtınızı çox almaram. Sizə qurban. Axşamda gəlirsiniz. Amma hamınızı istərdim burada görəm. Çox darıxıram siz az olanda. Məclis Fatimə məclisidir. Onun balalarının məclisidir. Bir dənə də Fatimə var. İmam Hüseyin Kazım əleyhissalamın qızının ziyarətgahıdır. Burada siz bir neçə tərəfdən əzaya qatılanda bir neçə tərəfdən siz baş sağlığı deyirsiniz. Gəlməyinizlə, burada iştirak etməyinizlə. Bunun fərqinə varmaq lazımdır. İldə bir dəfədir, 5-6 gündür gəlib burada olmaq, bir-iki neçə saat, ondan sonra get, Allaha təvəkkül et və həyatı onunla bərabər. Baxın, Kərbəla, Aşura və onun tərəfləri, baxın, Şimr ibn Zilcövşən lənətullah, Ömər Səd lənətullah, Ubeydullah ibn Ziyad lənətullah, bunlar o tərəfdə olan bir təqdirdə bu tərəfdə də insanlar var. O, Ali Muhammeddir. Kimlərdir onlar? İmam Hüseyin və onun Əbəlfəz, Əli Əkbər, Əli Əsqər, Xanım Zeynəb. Bir də var, bunlarda dərs var bizim üçün. Çox insanlara, bəzən deyirlər ki, siz nəsə daha çox belə nalayiq sözlər ağızlarına gətirirlər. İndi onların mərifəti, qanacağı o qədərdir. Baxın, orada Züheyr ibn Qeyn var. Bizim əhl-i sünnə qardaşlarımıza. Züheyr ibn Qeyn, İmam Hüseyin ilə Kərbəlada əhl-i sünnədir. Deyir, ya Hüseyin, Aşura Tasua gecəsi deyir. O ki, İmam Hüseyin əleyhissalam deyir ki, kimlər, bunların ədavəti, bunların davası mənnəndir, mən Hüseyndən. Siz çıxın, gedin, azadsız. Onda Züheyr ibn Qeyn durur ayağa və hirsli. Nə deyir? Deyir, ya Hüseyin, mən ki burada sənlə Peyğəmbər balası ilə bir yerdəyəm, mənim dərimi sabah, mənim deyir, tikəmi tikə-tikə doğrasalar da, mən səndən əl çəkən deyiləm. Halbuki Züheyr ibn Qeyn çox imkanlı bir insan olur. Var və dövləti, malı olur. Hər bir şeyin, hətta xanımını belə təlaq verir ki, xanım getsən. Mən səni buraxdım, azad etdim, məndən sonra sənə zülüm etməsinlər. Əhl-i sünnə qardaşımız da Züheyr ibn Qeyn müharibədə İmam Hüseynin yanında olur.
Bu bütün o kör olan insanlara ibret dersidir. Çünkü niye Züheyr İbn Qeyn? Çünkü tefekkür etti, tefekkür. Bakın illerle Şureyh Gazi, Küfe'nin gazisidir. Şureyh Gazi, gaziydi, gazi. Namaz kılan idi, oruç tutan idi. Müslüman kardeş, bundan ibret götürmek lazımdır. Neynedi Ubeydullah İbn Ziyad? Bir ne kadar başın aldadandan sonra insanları yoldan çıkartmak için avam cemaati, sade cemaati birinci Şureyh Gazi'ni aldattı deyir. Ve onu ele aldı, onun fermanını çıkarttı İmam Hüseyin'e karşı. İmam Hüseyin'i havaric çıkarttı, harici çıkarttı. Ehl-i Beyti ya. Muhammed el-Mustafa'nın balasın. Ne çıkarttı? Harici çıkarttı, harici. Dinden harici çıkarttı. Gör ha. Fikirleşin biraz. Dünya için, bu dünyada kalmak için Şureyh Gazi neynedi? Vazife için. Dünya malı insanı aldadır. Ha, ihtiyatlı olmak lazımdır. Dünya malı insanda olmayanda insan çok sade olur. Çok güzel olur insan. O vazife ki insana, dünya malı ki insana gün ve gün, çok gece ve gündüz çoxala insan değişir. O kasıblıqda olanda, imkansızlıqda olanda ki bürünmüşdü ki güzelliğe, o güzellik o vaxt açılır. İçinde ne varsa o birüze verir. Onunla göre ehtiyatlı olmak lazımdır. Züheyr İbn Qeyn ne dedi? Dedi ya peygamber balası, Fatıma balası olmaz, mümkün değil. Ben seninle bir yerde olarıq. Seninle bir yerde tike doğrasalar da ben gitmərəm. Hala bir de var orada. Vehhab. Vehhab Hristiyan olub. Anasıyla bir yerde. Hiç bizim dinimizde, İslam dininin alakası olmayan bir neçə ara gelenden sonra hak olan Peygamberin balası bir neçə kəlmə onunla danışandan sonra bu insan ne etti? Tefekkürün neticesinde geldi oldu diyandı hakkın yanında. Hakkın yanında diyanandan sonra o ki insan tam üreyle gelip Allah yanında, Allah'ın buyurduğu yanında, Kur'an'ın yanında, Peygamberin yanında, hak salih insanların yanında diyanandan sonra o hemen o batil tarafa bir perde çekilir. O da oranı görmür. Ki nefsi onu çeksin. Görmür onu, görmür. Vehhabi de görmedi. Cavanlığına bakmayarak, təzə evlenmeyine bakmayarak. Anası da bir yerde. Anası ne dedi? Gelip vuruşup qaydandan sonra dedi ki, anacan benden razısan. Dedi o zaman ben senden Vehhab razı olaram ki, görəm ki senin kanın İmam Hüseyin aleyhisselamın hak olan peygamberin balasının qabağında töküldü. O zaman senden razı olaram. Hansı imandı bu? Biz de namaz kılırıq ha. Ehtiyatlı olaq. Size kurban. Çok ehtiyatlı olmak lazımdır. Çok fikirleşmek lazımdır. Bu meclisler, İmam Hüseyin meclisi bize özümüzü tanımak, özümüzden qabaq hakkı tanımak, Allah'ı yəqinən tanımak, Kur'an'ı tanımak, Nebileri, Peygamberleri tanımak, Resulü tanımak ve Ehl-i Beyti tanımak, güzel sahabeleri tanımak ve salihlerle bir yerde adımlamak için hayatımızda ibadet ve itaatin illerle kıldığımızın yani ışık yoluna çıkmak için bir vasitedir. Allah Teala o ibadet vasitesiyle ister namaz ister oruç vasitesiyle bizi o ışığa çıkartsın inşallah. Ve onu da yaddan çıkartmak lazım değil ki bu Muharrem ilde bir defa ki Aşura olur. Bu 10 günde biz sizlerle beraber burada oluruz. Yaddan çıkartmıyor. Bu da bir vasitedir. Bizi o ışığa çıkartsın. Peygamber aleyhissalatu vesselam bir ne? Benim Ehl-i Beytim nicat gemisidir elə. Herkes ona süvar olarsa nicat tapmış. Onu da yaddan çıkartmak lazım değil ha əzizlərim. Hiçbir gemi sahile çıkmır. Hiçbir gemi sahile çıkmır ha. İnsan eğer istese gemiye süvar olsun, özü gerek kursun. Gemiye kadar o yolu özümüz kurmalıyıq. Ondan sonra biz gemiye süvar olabilirik. Yani o öhdəlik bizim boynumuzdadır. O da əməllərimizlə biz o gemiye çatmaq için onu sahilden gemiye kadar özümüz kurmalıyıq əməllərimizlə. Ondan sonra gemiye süvar olabilirik. Yaddan onu çıxartmayaq ki, hiçbir gemi sahile süvar olmur, çıxmır sahile. Biz çıxmalıyıq. Biz getməliyik, biz çatmalıyıq, biz yol dikməliyik. O da əməllərimizlə. Əllərimizi qaldıraq. Pərverdigar aləm, ibadətimizi qəbul eylə.
Pərverdigar aləm cümləmizi bizdən qəbul eyle. İlahi şənan veriləm izzəti və cəlalı və əzəmətivin xatirinə amin deyən dilləri məhşərdə lal etmə. Pərverdigar aləm bizim bu əzadarlığımızı bizim üçün axırıncı qərar vermə. İlahi ya Rabbim Allah, nə qədər ki həyatımızda çətinliklər var, onların öhdəsindən gəlmək üçün imanda qalmağımız şərti ilə bizim hər birimizə kömək ol günə. İlahi bu cəmi bir-birinə rəuf-i mehriban eylə günə. İlahi dünya müsəlmanlarının bir-birinə mehriban qərar ver günə. Pərverdigar aləm sənə an verəm izzəti və cəlalıva. Nahaq qanlar tökülür dünyada. Körpə uşaqlar, ahıl xanımlar, ahıl kişilər, ağsaqqallar, ağbirsəklər dünyasını dəyişirlər, evləri viran qalır, susuz, yeməksiz qalırlar. Ya Rabbim imkansız qalırlar. Ya Rabbim Allah tezliklə də o yerlərdə sülhün bərqərar olmasında hər birinə kömək ol günə. İlahi haqq olmayan tərəfə heç zaman güc vermə. İlahi sənə and verəm izzəti və cəlalı və Azərbaycanımızı qoru. Ya Rabbim Allah bizim müstəqilliyimiz əbədi olsun. İlahi Azərbaycan xalqı həmişə firavan yaşasın. İlahi Azərbaycan xalqı həmişə gözəl asayişdə biri-birinə mehriban şəkildə yaşasınlar. İlahi evlərdə, xəstəxanalarda, qürbətdə olan, ya Rabbim Allah, qürbətdə olanlar var, iltimas edirlər, onların da xəstələri var. İlahi hər bir xəstəyə fərq etməz, evdə olsun, xəstəxanada olsun, qürbətdə olsun, hər yerdə olsun. Ya Rabbim Allah, öz qüdrətin xatirinə onlara şifa ver. Pərverdigar aləm sənə and verirəm cəlal və izzətin xatirinə. O valideynlər ki, övladlarını yaxşı görmək istəyirlər, sağlam görmək istəyirlər, imanlı görmək istəyirlər. Həmən o arzunu hər birimizə qismət qərar ver günə. İlahi bizim gələcəyimiz, Azərbaycanın gələcəyi gənclərdir, ya Rabbim Allah. Sən bizim gənclərimizi qoru. İlahi dünyada fəsad baş alıb gedir. Gün bə gün bu fəsadın arası kəsilmir. Hər gün, hər an, hər dəqiqə yeni bir şey çıxır, ya Rabbim Allah. Sənə an verirəm öz izzəti və bizi, müsəlman camiyyəsini, balalarımızı, nəvələrimizi həmən o fəsadlardan qorumaq üçün bizim imanımızı kamil qərar verginə. İlahi bizləri nəfsimizə və şeytana qurban vermə. Ya Rabbim Allah sənə an verirəm öz izzəti və öz cəlalı və öz əzəmətinin xatirinə bizləri sahibə zaman əleyhissalamın əskərlərindən qərar ver. Onun zuhurun təcil qərar verginə. İlahi hər biri müsəlmanın arzusudur ki, övladlarını yaxşı görsün, onları sağlam görsün, onlara gözəl təlim versin, onlara gözəl həyat bəxş eləsin, ya Rabbim Allah. Bunun səbəbkarı sən xaliqsən. İlahi biz valideynlərə o qədər iman ver, o qədər güc ver, o qədər təfəkkür ver, öz dinimizdə sağlam qalaq və o gözəlliyi öz övladlarımıza ötürə bilək inşallah. Pərverdigar aləm. Burada eləşən bəzi qardaşlarımız var. İlahi onların iltimasları var. Mən çox deyiblər, mən yaddan çıxardıram. Zəng eləyənlər var. Hər halda hər kim bilir ki, istər zəng eləyən, istər yuxarıda əyləşən xanımlarımız, istər burada olan cavanlarımız, ağsaqqallarımız hər zaman da deyiblər, indi də deyirlər, bir zaman da deyiblər. İlahi boynumda haqq olmasın deyib, mən hər zaman bunu demişəm. İlahi kimlərin ki nə hacəti var, iltiması var, burada əyləşən, bu Allah evində, Əhl-i-Beyt qapısında İstəyiblər ki, dua eləsinlər, ya Rabbim Allah. O duaların qəbulu üçün hər birinə kömək ol günə. İlahi sırat-ül müstəqim deyilən bir yol var ki, hər zaman biz deyirik ki, namaz vaxtında ihdinə sırat-ül müstəqim. O yəqin ki, səndədir, ya Rabbim. Sən ki onu Qur'anda deyirsən ilahi, biz onu oxuyuruq amma o qədər dərk eləmirik. Onun dərkini bizə vermək üçün bizə güc ver. Və o yolda sabit qədəm qalmaq üçün ömrümüzün axırına qədər hər birimizə kömək ol günə. Bütün dualarımızın qəbulu üçün Muhammed və Ali Muhammed salavat zikr.